Salam dostlar, kanalıma xoş gəldiniz. Amerikanlılarda bir adət var. İl sonunda özlərinə hədiyyə alırlar. Həmçinin başqaları üçün də alırlar, amma həmişə özlərinə hədiyyə alırlar. Yəni mən Amerikanlı YouTuberlarda da o dostum dediyim, yəni evində qaldığım Richarddan və ya başqa Amerikanlı insanlardan da görürəm ki, bunlar özlərinə həmişə hədiyyə alırlar. Yəni bu mənim yeni il giftim. Yəni birisi hədiyyə olaraq harasa səyahətə gedir və ya hədiyyə olaraq özünə bir yeni telefon alır, yeni maşın alır, yeni o ev alır, nə bilim, nəsə bir şey alır. Mən də özümə iPhone almaq qərarına gəldim. iPhone 16 Pro. Bunun üçün də Apple-a getdim. Əslində mən telefona pul vermək istəmirdim, uzun müddət idi. Biraz bunu israfçılıq kimi saymağa başlamışam. Amma öz telefonumu qırdım, yəni bu yaxınlarda arxa kamerası bərbad günə düşdü. Onu da düzəltsəm də yenə də yəni eyni effekti vermir artıq. Gecə görünüşlərində əsasən də çox fərqli bir nəticələr çıxarır ortaya. Ona görə də telefonumu dəyişmə qərarına gəldim və getdim Apple Store-a. Apple Store-a getmişkən fikirləşdim ki, bunların Vision Pro-su var və onu bir yoxlayım, orada test eləyə bilirsiniz. Onlardan appointment alırsınız, yəni görüş rezervasiya alırsınız və Vision Pro-nu yoxlaya bilirsiniz. Elə orada da görüş ala bildim. Bir 10 dəqiqə sonraya görüş verdilər. Normalda həmişə 1 saat, 2 saat idi. Nəsə 10 dəqiqə sonraya görüş verdilər. Bunu test elədim. Möhtəşəm xoşuma gəldi. Yəni olduqca xoşuma gəldi və elə oradaca da qərar verdim ki, bundan bir dənə alım. Hal-hazırda iPhone-dur yanımda, bir də Vision Pro. Bunların qutu açılışını eləmək istəyirəm. İlk öncə iPhone-dan başlamaq istəyirəm. iPhone 16 Pro 512 GB-lıqdır. Bunu qutu açılışı eləmək istəyirəm. Qutu açılışı bu şəkildə. Qara rəngini özüm seçdim. Çünki qara rəngi xoşuma gəlir. Bunun bir dənə səsində qulaq asın, bir dəqiqə. Çıxaraq. Bu səs çox xoşuma gəlir. Olduqca xoşuma gəlir. Xeyirlisi. Bu mənim bugündən sonraki yeni telefonum. İçindən nələr çıxır? Bir dənə USB bu şəkildə və balaca bir kitabçıq. Çox kiçik. Əvvəllər Apple logoları falan çıxırdı. Onları yığışdırıblar. Bu qutu hər keçən gün daha da yüngülləşir, tam səmimi deyim. Yəni tam bir telefon ölçüsünə gətirib çıxarıblar qutunu. Bu şəkildə bunu çox detallı göstərmək istəmirəm. Bu zaten çox adamın bildiyi bir telefondur. Ona görə də bu barədə çox danışmaq istəmirəm. Bunu qoyaq kənara, hətta yerə qoyaq. Sonra özüm düzgöş eləyərəm. Vision Pro. Belə, bu şəkildə çox böyük bir qutusu var. Yəni, haradasa mənim gövdəmin yarısı qədər. Gövdəm boydadır, yəni. Çox böyük qutusu var. Bunu bir şəkildə açaq. Bunu da burada tutar işığı. Burada bunu tam səmimi deyim, almaq fikrim uzun müddətdir var idi. Sadəcə bugünkü reklamla bunu satdılar mənə. Çox qəşəng bir şeydir. Həqiqətən bunu görməyi hamıya tövsiyə edirəm. Uzun müddətdir ki, görmək də istəyirdim, amma görsəm alacam deyə özümü bir təhər saxlamışdım. Deməli, bu şəkildə belə bir Vision Pro çıxır içindən. Bunları açacağıq yavaş yavaş. Öncə bu qutunu aradan çıxardaq. Qutudan nə çıxır? Vision Pro-nu kənara qoyaq hətta. Qutudan nə çıxır ona baxaq. Ondan sonra qutunu yığışdıraq. Qutunun belə qəşəng qutusu var.
kardonları var. Bunların içindən nə çıxır? Bunların içindən məncə dəftər, kitab çıxır. Kitabcıqdır. Necə istifadə eləmək lazımdır onu göstərir. Məncə bunun heç bir mənası yoxdur bizim üçün. Buna baxmayacağıq. Mən hələ hansısa məhsulu alıb kitablığına baxmamışam, tam səmimi deyim. Bu silmək üçün, təmizləmək üçün belə bir fiberglass polishing, təmizləmək üçündür. Yəni eynəkləri də təmizləyən materiallardan fiberglass cloth deyirlər buna. Bunu da qoyaq kənara. Bu bunun ölçü şeyləridir. Rəmənləri başın üstündən taxmağa, kənardan taxmağa, daldan, qabaqdan, hardan istəyirsən. Bu bunun gözün kənarına taxmaq üçün əlavə bir yastıqçıqlarıdır. Bunu əslində əlavə də satırlar. Əgər başınız böyüdürsə ya da kiçikdirsə, fərqli bir ölçüdə almalısınız. Bu maqnetik, bəziləri maqnetikdir, bəziləri də prosto belə keçir. Burada balaca kliklər var. Bunlar bizə hal-hazırda o qədər lazım deyil. Sadəcə istifadə eləmək istəyənlər üçün əlavə qoyublar. İçindən bir dənə səhv eləmirəmsə 40-dır, amma yenə də dəqiqləşdirək. 30 watt-lı adapterdir. Bu sonra bir dənə USB Type-C to Type-C. İki başı da Type-C olan adapterdir. Zaryadkaya qoymaq üçün. Və bunun power bankı. Bu power bank ən əsası, ən vacib şeydir. Bunu yanımızda gəzdiririk. Yəni Vision Pro-ya baxmaq istədiyimizdə özünün heç bir şeyi yoxdur. Yəni zaryadkaya taxmaq üçün heç nəyi yoxdur. Bunu istifadə edəcəyik. Bunu da indi bu şəkildə göstərəcəm. Bunu kənara qoyun bunları. Bunun qabağında da bu çuxolu var bura. Bu şəkildə. Bunun kameraları var. Buradan da görünür. Qabağında 1, 2, 3, 4, 5, 6 kamera var. Və mən bildiyim qədər yuxarısında da kameralar var. Altında da kameralar var. Hər yerində kameralar var. Bu bizə bu dəqiqə o qədər də maraqlı bir şey deyil. Bizə bunun işləməyi vacibdir. Bugün necə işlədəcəyik ona baxım. Bu taxanda həmişə buradan tutub taxın deyirlər. Həm ekranın çirkləməməsi üçün, həm də bu tərəfi belə çıxır. Bunu hər dəfə çıxardıb yerindən oynatmamaq üçün, hətta oynatdım, oturdu. Bu şəkildə belə taxırıq. Ölçüsünü düzəldirik. Hal-hazırda görürəm. Kameranı görürəm. Burada başqa bir kamera var, onu görürəm. Ətrafımda nə varsa hər şeyi görə bilirəm. Çox təmiz şəkildə, hətta ekranda hello yazılır. Mənim gözümdə eynək olmadığı üçün, yəni eynək istifadə elədiyim üçün bunu gərək mən əlavə lensləri olur, onları da alım. Çünki görə bilməyəcəm rahat şəkildə. İndi mənə telefon lazımdır. Deyək ki, telefondan nəsə söylədi. Telefonumun ekranında belə bir Vision Pro şey gəldi. iPhone-larda olduğu kimi. iPhone-da tam səmimi deyim, yaxını rahat görə bilmirəm. Çünki eynəksizəm deyə, amma uzağı görürəm hal-hazırda. iPhone-a baxıram. Təsdiqləndi. Burada da baxım görməyə. Gözlərimi göstərir. Bunu keç. Bunu bilirəm də. Səs sistemi superdir. Burada Apple Pro, AirPod Pro-dan istifadə olunub. Dəhşət səs sistemi var. Çox gözəl səs sistemi var. Okay. Necə aktivləşdirəcəyik ona baxırıq. Kənardan belə görünür.
Ətrafımda 6 dənə nöqtə var. Onlar barmaq izini, gözümü ayarlamaq üçün onları yoxlayırıq. Əlavə avadanlıqla işlətmirik bunu. Göz və əllə işlədirik. Gözün hara baxırsa, oradan sənin. Deməli, Face ID-ni, üzümüzü, gözümüzü burada necə göstərir və FaceTime-da necə göstərmək istəyir, buna görə ayarlamaq lazımdır. Bunun üçün də ilk öncə üzümüzü tanıdırıq. Bunlar ilk dəfə Vision Pro alanda ayarlamalardır. Bunları eləmək lazımdır ki, hərənin özünə uyğun olsun Vision Pro. İndi tam oturdu. Həm rahat görürəm, yazıları da görürəm. This may take up to a minute. Hal-hazırda Persona deyilən bir beta sistemi var. Onu aktivləşdirir. Bu arada mən ətrafdakı hər şeyi görürəm. Yəni bütün otağı görürəm, həm də ki arxa fonda ekranı da görürəm. Yəni istədiyim vaxtı ekranı istədiyim yerə seçə bilirəm. Deyə özümü görürəm orada. Salam, nəçiz? Üz tanımanı və ekran kilidini ayarlayıram. Biraz arxa fonu falan ayarlayıram. Bir növ iPhone-u necə, yeni telefonu necə aktivləşdirirsən? Bu şəkildə bütün verdiyi suallara cavab verirəm. Yeni üz tanımı, barmaq izi kimi, yəni Face ID-ni aktivləşdirirəm və həmçinin yeni kod qoydum və hal-hazırda mənim iCloud-uma uyğunlaşır, match olur. Yəni mənim iCloud-umu istədi. Orada zaten telefondan götürdüyü üçün, telefonda hələ də ayarlama gedir. Telefondan götürdüyü üçün heç bir problem yoxdur zaten. Özləri oxuyurlar oradan. Norveçdə bir dənə video qoyublar. Ona baxıram. Dəhşət, möhtəşəm bir şeydir. Möhtəşəm. Yəni tam səmimi deyim, çox möhtəşəm. Çox dəhşət bir şeydir. Bu yəqin ki bir çox insanın almaq istədiyi bir şeydir. Bunun üçün biraz işləmək, əziyyət çəkmək lazımdır. Amma günün sonunda istədiklərinizi alırsınız. Mən bunu əslində çoxdan da istəyirdim. Həmçinin iPhone 16-nı da, 16 da buradadır. Bu ikisini də çoxdan da istəyirdim. Sizin üçün də əgər yeni bir almaq istədiyiniz, yeni bir görmək istədiyiniz, hərənin maraq dairəsi, hərənin istəyi, hərənin hədəfi fərqli ola bilər. Kimin necə bir hədəfi varsa, kimin nə istəyi varsa, mütləq şəkildə onun ardınca getməlidir. Mən bu yaxınlardan Trump'ın nəvəsi Kai Trump, onun YouTube kanalı var, orada baxıram. Deyir ki, babanın sənə verdiyi ən dəyərli örnək nədir? Deyir ki, never give up, yəni heç vaxt bir şeyin give up, yəni təslim olmadı əslində. Yəni bir şey istəyirsənsə, ondan heç vaxt vaz keçmə, yəni sonuna qədər istə və o olacaq əlində sonunda. Deyir, bunu mənim babam sübut elədi də, yəni heç vaxt give up eləmədi, yəni heç vaxt təslim olmadı və prezident olmaq üçün vuruşdu, yenidən aldı. Yəni bu mənə çox ləzzət elədi. Həqiqətən də Trump'ın tarixinə baxanda heç vaxt vaz keçmir. Həmişə istədiyi şeyi alır. Bu nadir insanlarda olan şeylərdəndir, amma mən bunu sizə deyim ki, hər bir insan bacarar bunu. İstəyən insan ənində sonunda bir şeyi əldə eləyər. Sadəcə istəmək lazımdır, yaxşı istəmək lazımdır və daim onu siz beyninizdə canlandırmalısınız. Daim siz bunun haqqında düşünməlisiniz. Hətta mən burada kitabı olmalıdır, bilmirəm, buradadır yoxsa sumkamdadır. Bəzən səyahətə gedəndə götürürəm o kitabı. Canlı yaşa kitabı. Hə, bu kişini bəlkə YouTube'da görmüsünüz. Türkdür, Sinan Canlı Yaşa kitabı. Burada bu video görəndən sonra, açığı həmin videonu görəndən sonra mənim tamamən dünyaya baxışım dəyişdi. Orada deyir ki, əgər bir şey eləmək istəyirsinizsə, bunu
beyninizdə canlandırın. Beyninizə siz bunu öyrədin. Məsələn, ev almaq istəyirsiniz, amma cibinizdə heç bir pulunuz yoxdur. Siz ev şəkillərinə baxın, ev elanlarına baxın. Gedin evlərə baxın, satdıq evlərə girin. Baxın, deyin ki, gəlmişəm evlərə baxmağa, görüm necədir ev, hansı ev var, qiyməti nədir. Bunu deyir beyninizdə bir şəkildə yeridin. Bunu siz axır əvvəl alacaqsınız. Mümkün deyil ki, bunu siz eləyib almayasınız. Bu həqiqətən doğru sözdür. Həqiqətən bunu mən özüm canlandırdım. Evdə yox, öz işimdə, öz hədəflərimdə bunu hiss edirəm. Bir şey istəyirəmsə onu axır əvvəl alıram. Almaq istədiyim şeyi də daim araşdırıram, daim beynimə xatırladıram ki, bu var. Məsələn, mən telefon son vaxtlarda biraz beynimə düşmüşdü və ya kompüter alanda da elə, maşın alanda da elə bu şəkildə biraz araşdırıram, beynimə salıram, ondan sonra alıram. Belə. Əgər 2025-ci ildə hansısa hədəfləriniz varsa, hansısa hədəflərinizə çatmaq istəyirsinizsə, mütləq şəkildə bunları beyninizə alışdırın. Daim beyninizdə, gözünüzün önündə gətirin, beyninizə xəyallar qurun. Bir şəkildə siz buna çatacaqsınız. Ümid edirəm kimin nə xəyalı varsa, kimin nə istəyi varsa, kimin nə arzusu varsa 2025-ci ildə hədəflərinə çatsın və heç vaxt yolunuzdan dönməyin. Hər zaman istədiyinizin arxasınca gedin və sonuna qədər gedin. İnanın ki, bunu axır əvvəl alacaqsınız. Çox sağ olun, özünüzə yaxşı baxın. Yeni iliniz mübarək. Salam dostlar, kanala xoş gəldiniz. Bugün sizinlə xüsusi bir layihəni bölüşmək istəyirəm. Dostum bu arkada gördüyünüz torpağı alıb burada ev tikdi. Bu mərhələni sizə danışmaq istəyirəm. Bildiyiniz kimi Amerikada tikinti çox sürətlə inkişaf edir. Ümumiyyətlə məncə dünyanın hər yerində bu sürətlə inkişaf edir. Amerikada daha məşhur və gəlirli bir sahədir. Evi biraz videoda göstərmək istəyirəm sizə. Deməli bu gördüyünüz sahə